Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Təranə Qumralın qızı Qumral sosial media hesabında ailəsi və övladları ilə bağlı paylaşım edib. Qumral ilk dəfə öz atası ilə də fotosunu paylaşıb. Onun paylaşımı hər kəs tərəfindən maraqla qarşılanıb. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Salam değerli izleyicilerim. Dünənləri canlıda dediyim kimi bax sizlərlə bölüşəcəm bu günləri. Natif mənim üçün nə hədiyyə alıb? Mütləq bölüşməsən də. Hə, bəs nə? Olmaz ki gizli qalsın. Yox. İstəyirəm ki hamının gözlərində Təbriklər sənə. canlı Düzdür, sevginin gül olmuş. Elə simvolik bir şey aldım. Özüm yəni ki çizdim, özüm sənə uyğun. Mən çox maraqlıdır ki sən bir şey düzəltdirdim. Yəni ki bu standart yoxdur heç bir yerdə. standart deyil. Yox, burada digər bir Azərbaycanda yoxdur. Özüm dedim ki, böyle imini belə düzəldim. Elə mi? Hə. Çox maraqlı oldu. Xoş günlərdə istifadə elə, gülə-gülə istifadə elə. Çox sağ ol canım mənim. Çox sağ ol. Əziyyət çəkirsən. Əsas odur ki düşünmüsən. Hədə bilmə olmur, sənin də şükürlər hər şeyin var. Nə alırsan? Açaq görək. Saxla. Sən əzim mənə. Aç bir. Ona görə mənə nə çizəcəm. Görək. Nə qəşəngdir. Çok güzeldi. Yok. Nereden kim sana? Gerçek bunu yakından. Çok qəşəngdir axı. Bir balık. Bir kraliçe balık. Yani ben. Bu balık, sen balık öldürsən. Nasıl bu? Çok sağ ol aşkım. Çok sağ ol. Gün dolu olsun. Düşünmeyin. Bu eski.